Hamıya salam. Bugün mətbəximdə covdar unu ilə baton çörəklər hazırladım və bunun reseptini də çəkib sizə paylaşmaq istədim. Deməli, bildiyiniz kimi covdar unu ən sərt un növlərindən biridir, amma ən sağlıqlı da un növlərindən hesab olunur. Sadəcə olaraq hazırlama şəkli çətinlik yaratdığı üçün bir çox xanımlar covdar unu istifadəsindən qaçınırlar. Amma bu günləri mənə elə gəlir ki, gözəl bir resept tapmışam və evdə onu hazırladım. Baton çörəklərim də mənə elə gəlir ki, çox da gözəl alındı. Deməli, covdar ununu, 3 stəkan un, bəyaz un götürürük. Əla növ un ola bilər, deməli adi çörək unu da ola bilər, bəyaz un götürürük və onun üzərinə yarım stəkan, yəni ölçdüyümüz stəkanla, hansı stəkanla ölçülüksə o stəkanla, deməli yarım stəkanda covdar unu, deməli bəyaz unumuzun üzərinə əlavə edirik. Gördüyünüz kimi videoda da mən belə göstərirəm. Əlavə edirik və bunun üzərinə deməli ölçdüyümüz stəkanla 1 stəkan yarım da su əlavə edirik. Deməli 3 stəkan bəyaz un, yarım stəkan covdar unu. Covdar ununu eləsəz, ümumiyyətlə unları əlavə edərkən hər birini ayrı-ayrı eləsəz daha yaxşı olar. 1 çay qaşığı, balaca çay qaşığı ilə 1 çay qaşığı maya və 1 çay qaşığı da yarım da duz bura əlavə edirəm. Dediyim ki, bayaq da qeyd etdiyim kimi 1 stəkanda yarım, deməli bura su əlavə edirəm. Bu xəmirin özəlliyi ondan ibarətdir ki, bu xəmir dəqiqələrlə yoğrulmalıdır. Yəni bu xəmiri 1 dəqiqədə yoğurub atmayın. Çünki görəcəksiniz, yoğurduğunuz anda da görəcəksiniz ki, topaq-topaq qalır. Siz bu topaqları açmalısınız. Çalışın ki, bir neçə dəqiqə yoğurasınız. Yoğurduqdan sonra bir qaba alıb, qabın üzərini streçlə bağlayıb, düz 1 saat isti bir yerdə biz onu saxlayırıq. Daha sonra götürürük, streçimizi çıxardırıq. 1 saatdan sonra bax görürsünüz, artıq mayalanmağa başlayıb. Və bu şəkildə əlimizə yapışmasın deyə su ilə isladıb, əlimizi, parmaqlarımızın ucunu su ilə isladıb, hər 4 tərəfini qatlayırıq içəriyə doğru və belə deyək, xəmiri biraz bir aşamada sanki yoğururuq. Bəli, və bu formada əlinizlə içə doğru xəmiri toplamağa çalışın. Bu xəmir dediyim kimi covdar unu həssas unlardandır. Yəni bir dəfə yoğurmaqla, bir dəfə qatlamaqla bu xəmir yaxşı da alınmayacaq. Yenə də üzərini streçləyirik 1 saat isti bir yerdə saxladıqdan sonra artıq ikinci dəfə gördüyünüz kimi xəmirimiz daha yaxşı qabarır və artıq sözə baxan xəmirdir. Yəni əlimizə o qədər də yapışmır. Və yenə də qeyd edeyim ki, bu xəmiri bərk yoğurmaq olmaz. Yəni yumşaq bir şəkildə yoğururuq. Videoda gördüyünüz kimi əvvəldən yumşaq bir şəkildə yoğururuq və suyun köməkliyi ilə bu xəmiri qatlayırıq. Hər dəfə, deməli açdıqca suyun köməkliyi ilə qatlayırıq. Deməli xanımlar, artıq 3 dəfə belə qatlama işini həyata keçirdikdən sonra artıq batonlarımızı düzəldə bilərik. Gördüyünüz kimi mənim də xəmirim artıq gözəl bir şəkildə mayalanıb. Yenə də streci üzərindən çıxardıb və dəzgaha unlayırıq. Dəzgahımızı unlayırıq. Mən elə covdar unu ilə unladım dəzgahı. Siz adi ağ unla da unlaya bilərsiniz. Və qabımızı tərs çeviririk və fikir verin, qabımızın içindən necə çıxıb, sürüşüb sanki düşür dəzgahın üzərinə. Və bu xəmiri mən 2 yerə böləcəm. Yenə üzərini unlayırıq. Çünki çox yumşaq bir xəmirdir, əlimizə yapışa bilər. 2 yerə böləcəm. 2 balaca baton çörəyi alınacaq burada. Ayırıram və 2 dənə çörək formasını, baton formasına salmağa çalışıram bu 2 xəmiri. Yenə də gördüyünüz ki, yumşaq olduğu üçün və bu covdar unu özü də su, belə ələ yapışan bir xəmirin forması ələ yapışan olduğu üçün biz həm sudan, həm də undan istifadə etməliyik. Yəni yoğurarkən mən sudan daha çox istifadə etdim. Gördüyünüz kimi əlimi bir neçə dəfə islatdım. Qatlama işləri apararkən formaya saldıqda isə bəli biz artıq unun köməkliyi ilə
bu batonları formaya salmağa çalışacağıq. Mən bunu bir neçə dəfə qatlamaqla siz müxtəlif formada texnikalardan istifadə edə bilərsiniz. Amma belə qatlamaqla bu işi etmək olar. Düzdür, çətindir bu formada qatlamaq, yapışır ələ. Yenə də onun köməkliyi ilə çalışın ki, bunu baton formasına salasınız. Əslində o qədər də çətin deyil. Əlinizə yapışa bilər. Sadəcə olaraq diqqətlicə, yüngülcə unlamaqla biz bu xəmirləri baton formasına salırıq. Deməli, videoda göstərdiyim kimi. Mən istəyirəm ki, çox yaxşı alınsın, tam olaraq batona oxşasın deyə bu qədər çox çalışıram, amma siz elə sadə formada yumurlayıb, yəni bir dəfə açıb, daha sonra yumurlayıb da qoya bilərsiniz. Mən biraz özənirəm ki, daha səliqəli və gözəl bir görüntü ortaya çıxsın. Və mütləq bu çörəyi yapışmaz, yanmaz, yapışmaz kağızın üzərində bişirəcəyik. Mən kənarda artıq qabımı hazırlamışam, kağızımı da sərmişəm kənarda və həmin deməli kağızın üzərinə yerləşdirirəm çörəyimi. Ki pişən zaman deməli siniyə bizim çörəyimiz yapışmasın. Və yenə də o ikinci çörəyimə də forma verməyə çalışıram. Bəli, gördüyünüz kimi çətindir forma vermək. Biraz da daha çox diqqət edəndə ki, yaxşı alınsın, görürsünüz əlimizə yapışma ehtimalları yüksəkdir. Amma yenə də nəticə olaraq çox gözəl çörəklər alınır. Yəni dəyər. Bu əziyyətə dəyər. Və bu qədər. Bu da hazır. İkinci batonumu da qoyuram kağızın üzərinə. Və xanımlar, bu baton çörəyini artıq biz bu şəkildə yenə bir yarım saat mayalanmaya qoyacağıq. Yarım saat bu şəkildə qabımızın içində qalıb üzərini örtürük və yenə də bir yarım saat, ən az yarım saat da mayalandırırıq. Amma mayalanmağa qoymamışdan əvvəl biz sobamızı 250 dərəcədə deməli qızdırırıq. Mütləq 250 dərəcəyə açırıq. Sobamız da tam qızmış vəziyyətdə olmalıdır. Artıq bişirməyə hazırdır. Bəli, pişirməyə artıq hazırdır. Üzərini lezva ilə bu cür nazik bir şəkildə çərtirəm. 2-3 yerdən, 3-4 yerdən çərtirəm ki, qabaran zaman partlamasın. Mən biraz üzdən belə lezvaladım, çox nazik lezvaladım, amma siz istəyirsinizsə biraz dərindən lezvalayın ki, ümumiyyətlə onda o zaman ümumiyyətlə çörəyimizə çat düşmür. Və bəli, artıq 1 saatdan sonra 250 dərəcə istilikdə 1 saatdan sonra artıq bizim batonlarımız hazırdır. Xanımlar, inanın ki, çox gözəl alındı, yumşaq. Mən biraz soyuduqdan sonra kəsdirəm çörəyi ki, sizə göstərim. Bax, gördüyünüz ki, içi çox gözəl bişib, yumşaqdır və həqiqətən də dadlıdır. Mənə elə gəlir ki, bu resept çovdar unu ilə hazırlanan çörəklər içində mənə elə gəlir ki, ən yaxşısı ola bilər. Bu qədər çox gözəldir, çox dadlı bir çörək alındı. Siz də hazırlayın, nuş olsun.